Herkese salam, kanalıma xoş gəlmisiniz, əziz izləyicilər. Bugün sizinlə inşallah Lənkəran vlogu çəkəcəm Allahın izni ilə. Yanımda bir Heydər var. Heydər. Salamlayıram herkese. Salamlayırım Heydər sizi. Gedirik hara? Gedirik Masallıya. Masallı Qızılavar kəndinə. Oradan da yolumuz... Şahini götürəcəyik. Oradan gedəcəyik hara? Yolumuz Lənkərana. Lənkərana. Oradan da Sultanbudov kəndinə. Bəli, Sultanbudov kəndi, Lənkəran şəhəri inşallah. Şahını götürəndə açacağım yenə kameranı. Bəli, Masallı rayonundayıq. Gəlmişik Qızılavar kəndinə. Şahini götürməyə gəlmişik. Yol necə gedir? Bir Heydər. Biraz yollar narahatdır. Bəli. İnşallah işimize ümid edirik. Üstüne bir yaraşıktır yaşıl bağları, bizimle bir başlamıştı güzel çağları. Kəndindəyik. Gəldik, Şahini götürdük Qızılavarda. Gəldik, dondurma yedik. Qaydırıq hara? Lənkərana. Gedirik Lənkərana. Orada nə içəcəyik? Kokteyl. Açıq olsa kokteyl içəcəyik əgər. Olmasa sabah sübdən. Sübdən sabah 5-də namazı qılan kimi. Vardır, sinen üstü ak pambıqlı gen tarlalardır. Buruqların göy xəzərdə qatar qatardır. Yurdum yuvam məskənim sən Azərbaycanım. Anam doğma vətənim sən Azərbaycanım. Kokteyl yerinə çatdıq. Açıq yemək. Axırıncı müştəri bizi. Şan nətərdir? Bəyabəkli bağlayırdı. Bəyəndi, nətərdir? Yaxşıdır. Ananaslı. Mireydə dedi ananaslı qəşəngdir. Əla. Gözəl. Sabahınız xeyir olsun. Bugün inşallah səhər tezdən durub gedirik dəniz qırağına. Əslində yağış başladı. Sən bədayaqsan da Mireydə, özür bilirsin. Yoxsa Şahin bu sənin bədayaqlığındır. Gedirik dəniz qırağına. Əslində gedib çinmək istəyirdik. Gördük, yağış yağır. Dedik onda çıxmış biraz gedək, gəzək dəniz qırağında. Sonra gedərik hara? Pomidor yumurta yeməyə. Bəli, Mireylərin məşhur pomidor yumurta yeməyinə. Sağ olun, inşallah birazdan almak veririz. Azərbaycanım, anam doğma vətənim sən Azərbaycanım. Yağış şiddətini artırdı, qaydırır da laydı. Görək başımıza nə gələcək. Getdik, pomidor yumurta yedik, gəldik. Qaydırıq hara? Sultanbudov kəndinə. Sultanbudov kəndinə gedirik inşallah. Yəni toyuq var, Mireydən nənəsi sağ olsun. Bizə qəşəng yemək bişirəcək. Bir toyuq aparın, verin təndirə, bişirtdirin. Mən də plov bişirəcəm. Pomidor yumurtanı açığı Miri elə də bəyənmədim. Adi normal bir şeydir. Yəni gözləntini sən çox yüksəltmişdin açığı. Pomidor yumurtadan nə bilim. Ət dadı gözləyirsən. Kabab dadı gözləyirsən, bilmirəm nədir. Nə sandın? Amma o saskalı pomidor yumurta mən bəyəndim. Üçü birində deyirlər. Qəşəng. Bura xas yemək. Yox, bəyəndim açığı mən. Şahin sən də bəyənmisən. Alaydı. İkisi də yəni. İkisi də qəşəng idi işte. Gedək inşallah indi təndirə. Sən işte sən bəyənmirsən də gətirirsən də bizi bura. Gedirik təndirə. Mireydə gəlib təndirxanaya. Toyuğu verdi pişirməyə. Şahin nə fikirləşsin? Nə fikirləş? Ümumiyyətlə.
Mütləq yaxşı dəyişir, əla. Necə gedir həyat? Yaxşı. Gedirik hara? Mireylər. Ambulan. Xambulana. Təəssüratların nədir? Gəlib görəcəm. Kev gələcək. Gezmirsən şən? Yox. Gəldik evə. Domino oynadıq. 2 dəfə ikisini uduzdum. Və utdular. Dürüst blogerdir də, dürüst. Eynən. Sonra namazı qıldıq. İndi Elnur müəllimin məsləhətlərinə əsasən. Elnur müəllim düzdür? Elnur müəllimin məsləhətlərinə əsasən gedirik Xambulana. İnşallah orada çəkiş eləyəcəyik. Sen sevgiden küsme gel, a gülüm sevgimizden küsme gel. Sen ayrıldın bil ki kendim. Gəldik, çatdıq Xambulan kəndinə. Gölü keçdik, kəndin özünə gəldik. Şahin nətər yerdir ha Şahin? Gözəl. Qəşəng yer. Səfalı. Səfalı, dağlarda duman. Mireydər, İnşallah qaydaq göl qırağında bir oturaq çay içək. İnşallah. Gəlmişik meşəyə. Qəşəng havası var buranın. Adam biraz dərin nəfəs alan kimi başı gicəllənir. Mirheydər, hardayıq? Hardayıq Mirheydər? Şəkardayıq ya Şəkir. Mirheydər coğrafi bilikdən işlədərək özü sürüşür dazı qana. Səhər Lənkəran şəhərinə yağış yağmışdı. Gəlmişik meşəni kontrol eləməyə. Yer hələ də yaşlı burada, ağacdan hələ də su damlayır, səsi gəlir. Çox maraqlı bir şey var, bütün ağacların gövdəsində mamır var. Bu yağışdan sonra o belənçin olub, yoxsa həmişə belə də bilinmir. 10 saniyə oldu. Nə fikirləşsən bir edir? Nə fikirləşsən, bir arxa olmasa qalxamayız. Burada maşın yol da var ha. Hara çıxırlar onda buradan. Biz qabaqdan gələ bilərdik. Burada pulmet turist ediyorlar. Hiç mi olmaz? Mirheydəri məsləhətlərinə qulaq asaraq gəldik çay qırağına. Mən deyirdim gedək gölə, Mirheydər dedi gələk çaya, çay qırağına. Belə baxanda çay daha maraqlı görsənir göl ətrafından. Mirheydər girir suya. Sərindir Miri? Şahin, sən nə girmirsən qaqa? Girəcək. Şahin deyir, mənim ayaqqabılarım uyğun deyil. Bura haradır? Xambulan dərədə, eləmi? Yox, hamdan deyil. Başqa kənddir. Xambulan keçmiş eləyərsən. Lənkəran X say. Buradan çıxacağıq gölə. Şahin gedək gölə, yoxsa qalaq burada? Şahinə fərqi yox. Çox tez razılaşsa da Şahin. Gəl, tez gəl ki, Şahin axı ki razı saldıq, girdi çaya. Şahin, qəşəngdir su. Əla. Bu ayaqlara xeyirdə özün bilirsən. Çayda balıq zad olmaz görəsən. Haqqı. Çayda baxdım. Kaş gətirərdim qarmağımı, tutardıq burada balıq bir iki dənə. Tuta bilsə. İnanmıram, mən daşlıq yerdə çox olsun. Üzərində yerdə olar. Balıq tutmusan nə kimi Şahin? Yox. Miri sən?
Oturduq çay qırağına çay içdik. İndi qaydırıq evə. Mirheydərin nənəsi sağ olsun bizə aş bişirib. Həmçinin təndirə də toyuq vermişdik. Hazırdır. Girək onlara götürək. Axşam yeməyi yeyək. İnşallah. Axşam ara çıxacaq şöyle. Yox, kokteyl içərik. İnşallah. Görüşərik birazdan. Məndən gəl canım gözüm. Geldi geçti aylarlar. Sen gelmedin nazlı dilber. Yüreğimde kaldı sözler. Sen sevgiden küsme gel. Bir də axşamımız xeyir olsun. Deməli biz axırıncı dəfə qalmışdıq sizlə Xanbulan kəndində, çay qırağında evə gəldik, yemək yedik. Sağ olsun Mirheydərin nənəsi aş pişirmişdi bizim üçün. Sonra toyuq ətini qızartdıq, yedik. Sonra getdik, çay içdik çayxanada. Marketə dəydik, bir kişi aldıq, indi qaydırıq evə. Allah qoysa sabahları hava yaxşı olsa, yağış yağmasa, hava isti olsa, sərin olmasa, gedəcəyik səhər tezdən dənizə. Allahın izni ilə. Planlı, hələ ki planda var inşallah. Təbii ki planları yazan Allahdır. Allah xeyrisini nəsib eləsin bizə tək. Şahin, dənizə getməsi hara gedək? Necə? Dənizə gedə bilməsi hara gedək? Sualı da təkrar edə bilərsən. Deyirəm, dənizə gedə bilməsək sabah hara gedək? Ha. Ya bir falan. Nəsə deyirdiniz axı, lirikdir, Astara. Astara da Mirheydərin tanıdığı qəşəng bir balıq qızardırlar, kebab eləyirlər, neyirlər, qəşəng bir yer var. Bəlkə sabah getdik ora. İnşallah Allah xeyrisini gidib söhbət edib biraz yatacağıq inşallah Allahın izni ilə. Gecəniz xeyrə qalsın, sabah görüşənədək. Lənkəran gəzintisinin 3-cü günündəyik. Bugün səhər tezdən durub gedəcəkdik dənizə. Amma çox təəssüf ki, səhər durduq, gördük yağış yağır. Biz də dedik onda səhər yeməyi hazırlayaq. Mirheydərlə getdik, marketdən kalbasa aldıq. İndi Şahin bizə kalbasa pişirəcək. Mənə. Yoxsa mən Bir sənə təcrübəmi. Bu nədir verirsən? Götür də bunu, hə. Aha. Yumurtamız var, kalbasamız var. İnşallah yağımız da var, hə Mirheydər? Pendir falan var mı? Ev yox. Getdik, istifsələr aldıq təndirdən. İndi pişirib yiyəcəyik inşallah. Hal-hazırda gedirik bazara. Mirheydər gedə krant xarab olub, qırılıb. Bayaqdan onun üstündə iş gedir. Gördük ki, turba çürüyüb. Gedirik yeni turba almağa. İnşallah sonra Mirheydər gedin dostu gələcək. Nə idi adı? Ayxan? Bayramlı Ayxan. Bayramlı deyirlər. Qardaş da gəlsin inşallah. Sabah bəlkə getdik Balıqlı gölə. Bu günləri qəşəng planlarımız var idi açığı. Hava heç əl vermədi yəni. Həqiqətən hava çox pis. Səhərdən yağış yağırdı, biraz var yağış dayanıb. Hələ də hava dumanlıdır. Biraz da buludludur. Yəni çıxarıq yola, yolda yağış yağar deyə yola çıxırıq. Qalmışıq belə. Bu gün ev günüdür bizim üçün. İnşallah axşam bəlkə çıxdıq. Şəhərə, Lənkəran şəhərini gəzməyə görək. Mirheydər bizi hara aparacaq inşallah. Sabahlarda hava yaxşı olsa səhər çimmək, dənizə. Sonra da Astaradaydı o. Astarada Balıqlı gölə inşallah. Mirheydər getdi marketə. Stroy materialı. Balaca dostumuz buradadır, bizi göstərir. Şahin, bugün ev günüydü, sıxılmadın bugün evdə. Ya. Amma kömək eləmədin ha bizə. Nə Ancaq TikTok abi, nə mənsi məsələdə xəbər yoxdur. Oturdu ancaq TikTok, çağıram Şahin hay ver. Sırada gəlmişəm də Şahinə. Deməli, axşam yemək yedik. İndi gedirik inşallah Astaraya. Mirheydərin əmisi bizə bir yeri məsləhət gördü. Harada ora? Balıqçı abi. Balıqçı abi. Xəritədə yer yoxdur. Gedək görək nə tapacağıq. Ayxan da gəldi burada Mirheydərin. Şahinin dostu, Mirheydər Şahin dostu. Gedirik. Orada da inşallah
oturduğumuz yerdə göstərəcəm. Yolumuzu azmışıq. Harada olduğumuzu bilmirik. Xəritəyə baxırıq. Xəritədə də belə bir yol görsənmir. Yol axtarırıq səhərdən. Mireylər əmisinə zəng edir ki, konumu göndərsinlər. Gedək. Bayaqki vəziyyətdən sonra bizə konum göndərdilər. Həmin konumun trayektoriyasını izlədik. Yenə səhv yola gəlib çıxırdıq. Sonra biz bir tərəf tapdıq. İndi Görəkənd, Görkənd kəndidir. Kənd tam dəqiq xatırlaya bilmirəm. Astaranın Görkənd yoxsa Görəkənd kəndindən gəlmişik. İnşallah məkana doğru irəliləyirik. Getdik, çatdıq obyektə, dedilər ki, bəs yağışa görə obyekti bağlamışıq. Ona görə qayıdırıq, arxada başqa bir obyekt var idi. Həmin yerə gedirik, indi görək orada necədir vəziyyət. Axı gəlib çata bildik məkana. Gözlədiyimiz kimi sakit bir yer deyil. Təəssüf ki, canlı musiqi falan verirlər çata. Yəni bizə yox, təəssüf ki deyəndə, yəni bizim istəyimizə uyğun deyil. Amma gəldik çay kənarında. Çayın səsi yəqin ki eşidilir. Çay kənarında bir yerdə oturmuşuq besetkada. Çay göstərir. Necə? Çay göstərir. Çay görsənməz axı. Qaranlıqdır, görsənməz. Mən özüm görmürəm. Sadəcə səsi gəlir. İndi çay sifariş eləmişik, görək necə olacaq. Bayaqda orada toy mahnıları verdilər. Bu həzm mahnı deyil, mənə görə həzm mahnı bu deyil yəni. Deməli, qayıdırıq evə indi. İnşallah, yollar çox pis vəziyyətdə də həqiqətən ehtiyatla qayıtmağa çalışırıq. Oturduğumuz məkanda canlı musiqi gedirdi. Biz içəri girmədik, oturduq çay qırağında, kənarda bir yerdə. Amma yeri qəşəng idi, amma səs-küy çox idi. Yenə də bizə mahnı səsi gəlirdi. İstildi ki, mahnı dayansın, çayın səsinə qulaq alsa qəşəng. 5-10 saniyə saxlayırdılar, fake atırdılar opşun bizə. Allah'ım. Heç saxlanır. 5-10 saniyə saxlayırdılar, sonra davam edirlər yenə. Amma çay çox ləzzətli idi, həqiqətən. Çay ideal, çox ləzzətli. Özdə neçə 3 manata? Mən dedim bəlkə bir 5-6 manatda ya 10 manatda bir çay olacaq. Çox qəşəng. Mürəbbələr də qəşəng idi. Böyükən mürəbbəsi moruq idi. Və mürəbbə də ləzzətli idi. Moruq idi, böyükən idi, nə idi? Yoxsa eyni şey də olar. Məncə nə deyir? Fındık. Biz də eşitmişəm. Hə? Birinci də eşitmişəm fındık sözünü. Eşitmişəm biri. Çol zat deyirlər biz tərəfdə. Çol mürəbbəsi. Bilmirəm, deyəsən böyükənə çol deyirlər deyəsən. Nəysə, amma məkan özü belə deyək, yaxşı deyildi. Səs-küy çox idi deyək. Amma səliqəsi falan yerində idi. Narazılığım nə budur, öz adıma deyək. Afsiyan da həqiqətən çox mehriban, səmimi yanaşdı bizə, sağ olsun, cavan oğlan. Belə, sayılar dediyim kimi çox ideal. Gedək yoldayıq, gedək evə inşallah. Evlərə yəqin ki... Yaxında böyüklərdir, Yox, yaxında yoxdur. Yatmazdan 10 dəqiqə var ki, dostlar, mən yatıram sağ ol. Evdə də yenə çay, söhbət, orada yatmaq, sabah
Yenə deyirəm bunu 3-cü dəfə deyirəm. Səhər tezdən fikrimiz var gedək dənizə. Deməli biz gələndən kimi 5-ci gün gəlmişik Lənkərana. Biz gələn günə kimi 2 aydır deyirlər Lənkəranda deyir qızmar istilər var imiş. Çox istemişdir şəhər özü. Biz gələn gündən yağış dayanmır. Tərcih çəkmirsən. Ayaqlarım bərəkətlidir. Bərəkət daşıyıram getdiyim yerdə. Bütün əkin sahələri dirilib hamısı. Digər ki əkin vaxtı deyil. Əkini qutaran vaxtı. Tamam deyil. Torpaq da şum deyir ki, əkin əndən hazırlayacaq. Biraz da pis vəziyyət düşdü. Belə. Ani bir qərar dəyişikliyi elədi və bu qərara əsasən gedirik hara? Gedirik Masallıya, Türkobaya dondurma yeməyə gecə ilə belimizə düşdü. Bizim bu aradgahda məscidin yanında yediyimiz bir dondurma yeri var idi. Təəssüf ki, maraqlandıq, ora bağlıdır. Dedilər ki, gecə saat 4-ə kimi işləyən bir yer var. Türkobada gedirik indi inşallah oranı yoxlamağa. Gedirik orada görəlim nədir vəziyyət. Getdik, həmin məkanda oturduq, dondurma yedik. Sağlam maraqlı söhbət var idi. Getdik, dondurma yedik, bir də məkan yedik. Gülməli söhbət var, deyim biz. Ay o zaman bax. Əsəl bəki sən yolumuzun da da. Təbdir var. Deyirəm o Adəmin şey versiyasıdır, işgüzar versiyasıdır. Elə də, çox şirin uşaqdır həqiqətən, Allah saxlasın. Bizlə nə səmimi söhbət elə, mehriban söhbət elədi. Allah qorusun. Deməli, dondurma haqqında fikir bildirmək istəyirəm. Birincisi mənə görə belədir, verilən porsiyaya görə bir qiymət biraz baha gəldi mənə şəxsən. Biz Boradigah kəndində yediyimiz, Masallı Boradigah kəndində yediyimiz dondurma bundan dadlıydı uşaqlar. Dadlıydı. Sabah qismətə gedərik bəlkə ora Allahın izni ilə. Sabah planlarımız çoxdur, dənizə getməliyik. Sabah hər şey Zövlə kəndində mən o vaxtı xan kebabı yemişdim. Bir kafedə elə Masallının çıxışında sağa dönürsən. Həmin kafe, bəyəkəllər gördük oranı, adı yadına çıxdı. Həmin kafedə çox qəşəng xan kebabı verirlər. Qismət olsa bəlkə getdik ora. Gəldik marketə. Nə alırıq? Su. Yolda içmək inşallah. Gedir indi yolumuz Lənkəranadır. İnşallah evdə görüşərik. Sabahınız xeyir olsun. Biraz gecə oyandıq. Saat 10 falan duruşuq. Gedirik inşallah səhər yeməyə. Keçsə də pomidor yumurta yediyimiz yerə getdik. Gedmişik daha doğrusu. İndi yenə gedirik təzdən ora. Yenə pomidor yumurta yeməyə gedirik. Bugün hava biraz istidir, yaxşıdır. Görək ki, qismət olsa, vaxt olsa bəlkə getdik dənizə. Oradan da inşallah videolar çəkərəm. Dəniz olmasa da sizin necə ki var. Birdən yuxusu gəlib şöyle. Şofer yuxusu gəlsə da sərnişin iynəs. Heç görək başımıza nə gəlir. Getdik, səhər yeməyimizi yedik. Qəşəng çayımızı içdik. İndi gedirik maşını yumağa. Birazdan yola çıxacağıq. Uşaqlar qayıdacaqlar şəhərə. Mən gedəcəm öz rayondakı evimizə gedəcəm inşallah. Gedirik indi 50 qəpiyə. 50 qəpiyə bir dənə dərman apar. Oradan da inşallah qayıdacaq və paltarımızı da çıxaq inşallah. Geldim Moyka'ya. Bir eder maşını yürür.
Şahin qaydırıq birazdan. Birazdan qaydırıq. Qaydımaq istəyirsən? Yox. Ayxan sən qaqa. Sən az qaldın, burada bir gecə qaldın cəmisi. Mən gəlsinlər. Maşını yuduq, təmizlədik. Bütün palçıq gündə idi o. Astara yolları maşını üstünə salmışdı. Təkərləri şəxsən özüm qaraltmışam. Gliserin kola qarışığı vurulub. Allah olmayanlar daha yaxşısı nəsib eləsin. Ayxan, bəyəndin maşının vəziyyətini? Çiçək kimi olub. Kirvə, nətərdir? Məncə daha yaxşı ola bilərdi, amma nəysə, buna da şükür. Bazarda yarım saat 40 dəqiqə çəkmədi. Bəli, bəli. Gedirik indi hara? 4 dənə oğlan burada 1 saat işləsəydi başqa cür işlər. Oğlan sayı düz gəlir, amma 1 saat düz gəlmir də, hə? 4 saat düzdür oğlan bilmir. Yaxşı. Zarafat eləyir, əziz eləyəcək. O gedirik indi hara evə inşallah. Gedə evə çıxıram bir saat. Gedirik hara oradan da, Boradıgaha. Qismət olsa. Oldu. Şahin, maşının vəziyyət bəyəndin qaqa. Kim yuyub? Amma əvvəl də yaxşı idi, hə? Astara bunun içinə saldı. Deməli evdən çıxdıq, veşmişlər hamısını yığdıq. Maşının altı yerə dəyir. Poster bizi saxlamasalar yaxşıdır. Bir də məncə masalı poster bizi saxlayacaq. Sonra girməyirlər. Günəş təzə yolla. Gedərsən ona Cəlilabaddan qarı gəlirsən. Hətta Cəlilabaddan masalı poster görməyəcəksən. Nəysə, həmin o maşın şəklini qoyaram. Burada bir yerdə, burada bir yerdə. Elirlər. Gedirik indi. izləməsin. Buradan bırak gelir. Klikləyə bilərsən. Kanal abunə olun, tıklayın dostlar. Gedirik hara? Masallıya, Boradıgah kəndinə. İnşallah Dadından doymadığımız zaman. dondurma yeyəm. Amma oranın dondurması çox güzel. Yeməmiz, amma məncə indidən xoş təsiratlarım var deyə fikirləşirəm. Şahin dünənki marajdan yoxsa o gün yediyimiz Boradıgahda? Bu gün yeyəcəyim birinci. Sen şey gözləntin qaldırdın. O marojna ət dadı gəlməsə bayram Yox, yox, marajdan həqiqi çox idealdır. Yəni peşman olmayacaq. Bugünkü ötürən şey yaxşı oldu. İnşallah. O marojna ət dadı gəlməsə Ətli marajdan gələcək. Nəysə, gedək inşallah. Salamat çataq Allahın izni ilə. Dünən gecə getdik Türkobada yedik. Bu gün gedirik, yenə qaydırıq Boradıgah kəndindəki dondurma. dostlar 4-dür bir şey çəkdirmədi ona. Video vlog bizim vlogumuz var da. Yəni hər hansı bir yerdən. Çəkdir oradan. Baba. Çəkdik. Nəysə, gedək inşallah çatan. Orada da qaydanda da yəni təəssüratlarımı bölüşəcəm. Deməli getdik Boradıgaha. Həmin məkan bağlı idi. Təəssürat elə bugün açılmayacaq. Biz də gedirik Qızılavara. Tanıdığım başqa bir yer var. Azərin yeri. Neçə illərdir. Hər dəfə Masallıya gələndə onun yanına gəlirəm, dəyirəm. Gedəcək indi orada dondurma yeyəcək. Belə deyək, o Boradıgahdakı yer qədər olmasa da, buradakı dondurma da məncə pis deyil. Qəşəngdir. Lənkəran səfərimizin sonuna gəldik, çatdıq. Artıq sağa gedəcək, sağa. Cənub səfəri oldu. Sən geç çatdır, o kimi bəyaqlarda dedi. Sözdaşlar oldu. Başqa da fikirləşsən, hə? Cənub səfəri oldu. Cənub, hə, Hər yerinə eynən. gəldik. Astaraya getdik, Lənkərana getdik. Lerişə yaxınlaşdı. Masalda da olduq, qəşəng. Dondurma bəyəndim. Boradıgahda kimi deyildi. Orada da bəyəniləsi çox şey vardı orada, həqiqətən. Şahin, ürək sözlərin nədir abi? Belə maşın saxlayırlar, neyinirsiniz siz? Hə, Şahin, ürək sözləri. Səfalı torpaqlar. Gəlin görün. Yiyin. Ayxan, sən də bir 12-13 saatlıq səfər oldu sənin üçün. Maraqlı səfər.
Əsas odur. Bir sutqa qalmadı. Həqiqi bir sık olmadı ya, yəni ciddi. Kirvə, sən nə deyirsən? Hər şey gözəl, hər şey əla. Təşəkkür edirəm qonaqpərvərliyi üçün. Allah razı olsun. Allah evinizi abad eləsin. Minnətdaram. Allah əvəzini versin. Nənəni də Allah canı sağ eləsin. Şöyle bir yerdə gedək, gəzək. İnşallah, inşallah. Allah qoysun. Belə. Vlogun sonuna gəlib çatdıq. İzlədiyiniz üçün təşəkkür edirəm. İnşallah davam eləmək istəyərəm, amma ki, çox ki, bir də vloga davam eləyə bilməyəcəm. Çünki artıq dərslər başlayır. Məktəb başlayır. Bir də qaldı gələn. İldə bir dəfə vlog atıram da, yəni bu gedişdən 5 il sonra bəlkə 1000 abunə olacaq. Belə. Salamat qalın, Allah əmanət olun. Mən də çatdım. Sürdə dayı. Şahin oradadır. Görsənməyəcək içəri. Açım göstərim. Sağ arxasını dirəmə çək. Arxan çəkin. Ha, bayaqki vəziyyət. Ay, qayıdıb gələcək, qabaqdan çəkərsən.